Rottweiler saf cins deyil, qarışıqdır. Bu sözü izləyici deyir. Bu sözdə doğruluq payı nə qədərdir? Əvvəlcə izləyicinin belə bir fikir yazmasına görə təşəkkür eləmək lazımdır. Çünki həm mövzumuz olur, həm də ki, izləyicilər safqan itin nə olduğunu yəqin ki, bu videoda daha yaxşı hamımız birlikdə öyrənə bilərik. Misal üçün, safqan it o deyil ki, göydən hazır formada Rottweiler düşür, erkək dişi cütləşirlər və beləcənə çoxalır. Xeyr, elə deyil. Dünyada olan hazırda günümüzdə safqan it növləri hansısa bir müxtəlif fərqli itlərin qarışığından ortaya çıxıb bu formaya gəlibdilər. Rottweiler də keçmişdə tarixə baxanda Romalıların və Almanların müxtəlif it növləri olub. Misal üçün, ovit olsun, mastiflər olsun, çoban iti olsun, hansısa bir itlərin cütləşdirilməsindən, qarışığından ortaya çıxıbdır. Və həmin itlərin qarışığından ortaya Rottweiler quruluşunda bir it çıxıb. Mütəxəssislər də baxıbdılar ki, bu quruluş bizim xoşumuza gəlir və bunun xarakteri də yaxşıdır. Və başlayıbdılar uzun illər ərzində Rottweiler quruluşunda olan itləri bir-birlə cütləşdiribdilər və stabil bir xarakter və quruluş əldə edibdilər. Və beləcənə it artıq stabilləşibdir. Belə götürək də, misal üçün ortaya bir dərman çıxartmaq istəyirsən. Ona da bir ad qoymaq istəyirsən. Fikrində tutduğun bir qarışım var, hansısa bir xəstəliyə əlac olasıdır. Sən müxtəlif qarışıqları bir araya gətirirsən, amma istədiyini alındıra bilmirsən. Amma istədiyini alındıranda ona bir ad qoyursan, onun bir resepti olur, bir də tərkibi olur. Artıq eyni tərkibi cəmləşdirəndə istədiyin şey ortaya çıxır. Və bu resept olur və bunun bir adı olur. Bu da eyni şeydir. Yəni, göydən hazır formada düşən bir safqan it yoxdur. Günümüzdə olan bütün itlər hansısa bir qarışıq itlərin cütləşdirilməsindən ortaya çıxır və hazırda Almaniyada Rottweilerin bir klubu var və Beynəlxalq Kinoloji Federasiyada Rottweileri safqan it cinsi olaraq qəbul edir. Əgər sizin fikrinizcə Rottweiler safqan deyilsə də, onda belə çıxır ki, yer üzündə safqan bir it növü yoxdur. Yəni, yenə dediyim kimi, safqan cinsi sadəcə daha dərindən başa düşmək lazımdır. Safqan itlər qarışıq itlərin cütləşdirilməsindən ortaya çıxıb və artıq sabitlənmiş bir it növlərdir.